Bir dənə alimin sözü yadıma düşdü, onu da deyim, çox maraqlı və loru dildə bunu çatdırır. Biri qayıtdı, dedi ki buna, İmam Zaman əleyhissalam biz hesab eləyəndə indi bu qədər yaşı var, bu necə ola bilər, bu cür, belə şey olar. Qayıtdı ona dedi ki, üzündəki tüklərə bir dənə bax. Bu deyirdi ki, necə yəni bu qocalmır, bu elə qalır, neçə ildir. Dedi, üzündəki tüklərə bir dənə nəzər sal. Dedi, nədir ki? Dedi, heç nə, bir kipriyivə bax, bir saqqalıva var. Həftədə bir dəfə bunu qırxırsan, bunu heç qırxmırsan. Bu kipriyin var ha, bu kipriyin böyüyür, uzanır günü gündən. Yox, elə əvvəldən ta ömrümün sonuna kimi nə boydadır, elə də qalır. Birinin kiprikləri uzundur, birinin kiprikləri qısadır. Amma eyni adam gündə saqqalı neyniyir? Qırxır. Bir neçə gündən bu saqqal uzanır. Eyni bədəndə. Eyni bədəndən və eyni bədənin tərkibi və ilaxır və s. hər şey. Eyni. Amma burada nədir? Allah bunu belə saxlayır, bunu belə. Yəni Allah üçün bunları saxlamaq çətin məsələ deyil.